Salam, hər vaxtınız xeyir olsun değerli YouTube izleyicilerimiz. Bugün size tam hazır girip yaşayabileceğiniz həyət evimizi təqdim edəcəm. Tam hazır qeyd edirəm. İndi evin daxilinə keçid etdikdə özünüz də görəcəksiniz. Mətbəx mebeli var. Hamam sanitar qovşağın aksesuarları var. Hamam sanitar qovşaqda hətta duş kabinəyə qədər hamısı yığılıb. Kombisinə qədər qoyulub. Həqiqətən çox gözəl evdə almağa dəyər. Videomuzu sona qədər izləyin. Məlumatların hər biri ətraflı şəkildə videomuzun daxilində qeyd olunur. Sənədi paket kupçadır. Həm evin, həm torpağın kupçasıdır. Ünvanı Savalan yaşayış massividir. Hər bir tərəfi yaşayış olan yerdə. Məhləsini də sizə videonun çölündə göstərdim. Magistral yola da yaxındır. Sot yarım torpaq sahəsində yerdən 8 daş kürsüdə tikilib. 4 otaqlıdır, 120 kvadrat. Evin ümumi sahəsidir. Qazı, suyu, işığı daimi fasiləsizdir. Sayğaçlarının hər biri var. Evin padvalına 2 yerdən giriş var. Padvaldan daxil olub otaqların hər birinin alt hissəsini rahat şəkildə gəzə bilirsiniz. Evin çardağına da girişi var. Çox gözəl evdir. Kim alacaqsa Allah həm alanı, həm də satan müştərimizə xeyrini versin. Dəhliz sistemli evdir. Dəhlizə daxil olduqda sağda gəlir birinci evin mətbəxi. Betonu var, kəməri var. 4 bir tərəfi qoşadaşdan tikilib. Polları laminatdır. Kombisi var. Radiatorlar var. Lüstürlərə qədər hamısı yığılıb. Evin tikintisi zamanı da ən yüksək və keyfiyyətli materiallardan istifadə olunur. Solda isə gəlir bizim gözəl bir geniş qonaq otağımız. Pərdələrə qədər hamısı var. Pərdələrin rəngi evin aboyuna, otaqların aboyuna uyğun olaraq seçilib. Hər bir otağın geniş pəncərəsi. Əziz izləyicilərim, evin qiyməti isə 115.000 manatla satışa çıxıb. İnşallah ki, real alıcılarımız olsa, üstəlik də bizim səhifədən gələn müştərilərə evin sahibi tərəfindən xüsusi bir endirim olunur. Kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. İzlədiyiniz üçün çox təşəkkür edirəm. Əgər sizin də satışda olan hər hansı bir mülkünüz varsa, sata bilmirsinizsə bizimlə əlaqə saxlayın. Satışına tez bir zamanda köməkliyi göstərək. Bu da evimizin yataq otaqları. Otaqları hamısı genişdir, çox gözəldir. Üzr istəyirəm. Pəncərələr ya məhləyə baxır, ya da ki evin öz həyətinə düşür. Videonun əvvəlində sizə məhləsini də göstərdim ki, baxın, çox gözəl geniş həyəti var. Məhləsi var. Kim alacaqsa Allah xeyir versin. İzlədiyiniz üçün təşəkkür edirəm. Göz haqqınızı halal edin.